Salam dostlarımız, hər vaxtınız xeyirli olsun. Bura çox qəşəng bir kutumuz gəldi. İndi poçtalyonu da sizə göstərim və söhbət elədik. Əslində sizinlə danışdırmaq istəyirdim. Poçtalyonu nəsə getdim. Sizlə danışdıra bilərəm bəlkə. Salam verdim, gözləyirəm. This is my YouTube channel. You can say hello to Azerbaijan. Hello. Hello. Can you say salam Azerbaijan? Salam Salam. Azerbaijan. Azerbaijan. Yeah, I'm from Azerbaijan. It's my YouTube channel. Now you are on YouTube channel. It's okay for you? It's fine. Thank you. Sometimes I'm talking about you. Yeah. Okay. Here you go. Here's your mail. Oh, thank you. Have a great day. Have a great day. Thank you. Ben xeyli söhbət elədik deyir. Sizin ailədən varmı deyə məzun olan? Sonra deyir ki, bunu nə üçün almışıq? Dostlar, sizin üçün də bəhs eləyin bu qutu nə üçündür? Demək, çox soyuq havalar olanda burada pişiklər var idi. Hər dəfə də birisi gəlirdim, yol duyurdu gecə yarısı. Biz də fikirləşdik ki, gecə yarısı onlar mı yol duyurlarsa soyuqda qalırlar və bizdən istədikləri nəsə bir şey var. Hər dəfə də mən eşidirdim səsi. İstəyirdim içəri alım, onları götürüm. Hər dəfə birisi gəlirdi. Amma razı olmurdular, daha doğrusu qaçırdılar. Buradakı pişiklər ümumiyyətlə ürkəkdirlər, yəni gəlmirlər, ələ gələn pişiklər deyirlər. Onlar da hər dəfəsində mən çağıranda qaçırdılar. Bir dəfə bura yemək qoyduq. Yemək tökdüm, qoydum. Amma gəlib yemişlər. Yəni səhərisi gün yemək yox idi. Deyirəm, demək ki, gəlirlər, yenə də gəlirlər. Ona görə də Şahan müəllim sifariş verdi. Belə bir evcik və bura quraşdıraq. Burada gördüyünüz kimi rozetka var. Düzdür, işləmir. Bunu düzəltdirmək lazımdır. Gərək deyək ki, sonra da gəlib düzəltdirsinlər. Ya bura qoyarıq, ya da arxaya qoyarıq bu evciyi. Yəni heyvanlar falan gələndə soyuqda qalmasınlar. Biz quraşdırarıq, gələrlər, gəlməzlərsə canları sağ olsun. Hadi bakalım. İnşallah birazdan bunun açılımını eləyərik. Luna bu senin için değil ha. Bu başka pişiklər içindir. Luna qoy incələsin hələ. Senin dostların için almışıq ay Luna. Senin için değil ama. Kutumuzu açaq dostlarımız. Mənim heç bir fikrim yox necə bir şeydir. Çünki Şahan müəllim sifariş vermişdi. Baxmadım da şəkillərinə. İndi birlikdə görəcəyik. Sizinlə birlikdə mən də görəcəm. Burada açmaq lazımdır. Kutu balaca kutu oxşuyur ama inşallah ki büyük bir şey olar. Bakalım. Böyle bir şey var. Böyle bir yatağı var. Bakın. Burada da isitme için vasitə nə deyirəm buna? Yadımdan çıxdı. Burada da isitmək üçün, yəni elektrikə qoşmaq üçün olan bir şey. Balaca görsən amma döşəyi baxaq görək necə bir şeydir. Sonra belə bir şey çıxır. İndi baxaram, mən bacarmasam Şahan müəllimə deyirəm ki, özü qoşar. Bu nədir? Belə bir şeydir. Burada bunlar var. Çadır kimi bir şeydir bu. Baxın, belə. Fərqli bir şeymiş. Mən elə bir ki, qutu gözləyirdim. Tamam, bu şəkildə. Baxın, nə qədər şey var bunun. Belə bir kəməri var. Belə bir şeydir. Baxın. İçi. Belə dostlar, indi qurulumunu da eləyəndə inşallah sizinlə paylaşaram. Bunu kameranı gərək başqa rakursdan qoyum, onda sizinlə paylaşaram inşallah. Belə göstərdim ki, içi dışı bu şəkildədir. Belə böyük görsənirlər. İndi dəqiqə baxım görüm. Belə. Amma çox pis qoxusu var. Bunu yəqin ki, gedər qoxusu. Rezin qoxusu var. Burada hardasa 1, 2, 3. 1, 2, 3. 3 dənə pişik yerləşər. Onsuz ki bizim də gördüyümüz buralarda elə 3 dənə pişik idi. Hər dəfə birisi gəlirdi. İnşallah yerləşərlər və inşallah da gələrlər istəyə. Gərək onlara yemək qoyum ki, gəlsinlər. Belə. Sonra qurulumunu eləyəndə baxarıq dostlar. Salam dostlarımız, hər vaxtınız xeyirli olsun. Bu video çoxdan çəkilmiş videodur. Ümumiyyətlə bu günlərdə yeni video çəkmək üçün həm həvəsim olmadı, həm motivasiya olmadı, həm də ki, yəni ancaq ev vloqları, təmizlik, yemək, dedim belə bir şeylər paylaşsam sıxılarsınız. Ona görə də nəsə bir vlog çəkmək içimdən gəlmədi. Yeni bir şeylər eləmək istəyirik Şahan müəllimlə. Sizin də məsləhətlərinizi almaq istəyirik. Şahan müəllimi sonunda
belə deyim də razı salmışam ki, birlikdə videolar çəkək. Amma mövzu hansı mövzu olsun, nə mövzusu olsun, onun üzərində fikirləşirik. Siz də bizim üçün fikir versəniz əla olar. Sizcə biz birlikdə necə videolar çəkək, hansı mövzuda olan videolar çəkək. Zəhmət olmasa kommentlərdə yazarsınız. Ona uyğun bəyəndiyimiz mövzularda video çəkə bilərik birlikdə. Belə dostlar, sizin rəylərinizi gözləyəcəm. Dediyim kimi bu video çoxdan çəkilmiş bir videodur. Əlimdə heç bir video qalmadığına görə dedim ki, bunu paylaşım. Əslində yemək videosunu da çəkmişdim. Dedim sıxılarsınız, ona görə onu paylaşmaq istəmədim. Bu qutuya gəlincə isə dostlar, nəticə istədiyimiz kimi olmadı. Çox təəssüf ki, pişiklər gəlib yatmadılar. Biz sonra da zəng elədik, yəni bizim evimizin sahibləri deyək. Onlara zəng elədik, sağ olsunlar, yəni bu qutunu taxmaq üçün yerləri düzəltdilər. Normalde işlənmirdi elektrik yerləri. Nə arxa tərəfdə, nə ön tərəfdə gəldilər, düzəltdilər. Biz də taxdıq, isitdik. Amma çox təəssüf ki, pişiklər gəlib çıxmadılar. Yəni gəldilər də, amma içində yatmadılar, oturmadılar. Sadəcə yeməklərini yirdilər, qaçıb gedirdilər. Çox güman ki, onların öz evləri olub da orada bir dənə mən yolda görmüşdüm. Elə bir sahibsiz qalan bir ev var idi. Çox güman ki, onlar orada yaşayırdılar. Ki bizim evi bəyənmədilər, gəlmədilər. Halbuki isitmə sistemi də vardı, istiydi, içərisi də çox qəşəng idi. Nəsə gəlib içində yatmadılar. Belə xeylisi. Hələ də çöldə də onu götürməmişəm. Artıq istilər düşəndə yığışdırasıyam, götürəsiyəm. Burada gördüyünüz kimi Tomi səfa çəkir, bəyəndi. Dostlar, yoxlayırıq, görək hələ işləyirmi bu. İşitməyə qoydum. Onu takmasak belə bence çok o kadar istedi ki bura. Yani isti olar, en azından çölden isti olar. Aha, buna girmeyi isteyip Tomi koymur hanesine girmeyi. Olmuş, gel sen de gir. Gel sen de. Girmedin. Gir. Gir. Ah, Luna giren kimi o birisi çıktı. Ay Nina. Nunyaşka. Nunyaşka. Bir şeyin kutusunu buraya koydum ama buradaki şey işlemediğine göre sabah sordu zəng eləməliyəm. Onu inşallah ki düzeldir. Çünkü soyuqdu. Çöl çok soyuqdu. Yemeğe koymuşuq ki ora gelsin bir şey. Allah'tan gelmişdi indi gördüm. Biraz qabağıma çıxanda qaçdı getdi. Aslında buraya gelse artık bilecek ki hə burada artık bizim evimiz de var. Yemeğini yersə gələcək inşallah. Ama çöl çok soğuk olduğu için gerek içini peçini isidək. Dostlar, yağış yağır gördüğünüz kimi. Şimdi bilmem görürsünüz ya yok. Ve çok şükür bugün geldiler, Sordun işçisi geldi. Buranı düzeltti. Buranı da peçkasını da sobasını da qurduq. Baxaq görə işləyir mi? Hə, işləyir, istedi. İnşallah pişiklər burada gelip öz yuvalarını taparlar. Geçekti. Buradan da yağış geçirmir gördüğünüz gibi. Yaxşı materialı var. O günü bura koymuştuk ama onda peçini yandırmamıştık. Elə belə koymuştuk. Qabağına da yemek koyduk ki alışsınlar diye. Yemeği yemişti, pişik geldi, gördüm de pişiği. Sonra beni gördü, kaçtı. Ama evliğinin içine girmemişti. Bence hava çok soğuk idi, ona göre olabilir. İndi hava çok soğuktu ama içeri çok istedi. İndi bence bu evciyi isti olduğuna göre o istilik onları çeker diye düşünüyorum. İnşallah ki gelirler. Pişiklerin yeni evi mübarekti.